Həzin bir payız axşamı həzində. Həftə sonu Bakıda yeni məkanın açılışında iştirak etdik. Qırmızı xalıdan keçəndə və Brendvolun qarşısında foto-videolar çəkdirəndə özümüzü bir anlıq ulduz kimi hiss etsək də, bugünün ulduzu biz yox, yeni açılan restorandır. Əvvəlcə kanapelər və kokteyllərdən ibarət tribuna masalara yaxınlaşdıq. Qonaqlar yavaş-yavaş gəlməyə davam edir. Bu prosesi isə klassik musiqi ifası müşayiət edirdi. Sonra fürsətdən istifadə edib restoranı gəzdik. Birinci mərtəbə bax belə masalar düzülmüş, canlı ifa üçün səhnəsi olan geniş bir salondan ibarətdir. İkinci mərtəbə tamamilə kabinetlərə həsr olunub. Burada hər cür qonaq sayına uyğun şad günlər təşkil etmək və ya sadəcə yaxınlarla birgə qəşəng məclislər qurmaq mümkündür. Üçüncü mərtəbədə isə qəlyan və futbol sevərlər üçün möhtəşəm bir salon ayrılıb. Az sonra qırmızı lent kəsildi və açılış rəsmən baş tutdu. Biz furşet masasının kanapeləri ilə mədəmizi aldadarkən mərasim sənətçilərin canlı performansı ilə davam edirdi. Biraz yedikdən sonra bizə də enerji gəldi və boş durmayıb əyləncəyə biz də qoşulduq. Salsa rəqsinə mən də töhfə vermək istəsəm də bacardığım maksimum bu qədər oldu. Belə, ümid edək ki, bura öz qonaqlarına həzzin ən yüksək pilləsini yaşada biləcək. Şadlıqlarda görüşək.